Kişi qadınını vursa əgər, qadına əl qaldırsa, həyat yoldaşına əl qaldırsa, bir zərbə vursa qadına, Allah cəhənnəm məmuruna əmr eləyər ki, ona od daxilində 70 dənə oddan zərbə vursun. Özü də cəhənnəmin zərbəsi, bu sizə zarafat gəlməz. Cəhənnəmin 70 dənə zərbəsindən danışır. Və əksinə kişi qadından narazı olarsa, bir qadın qadından həyat yoldaşı narazı idi, getdi Peyğəmbərin yanına ki, ya Rasulallah, həyat yoldaşım məndən narazıdır. Peyğəmbər dedi, dur, çıx get mənim yanımdan. Nəyə durub mənim yanıma gəlmirsən? Həyat yoldaşın səndən narazı olan halda mənim yanımda nə edirsən? Allah nəzər eləməz sənə ki, sən həyat yoldaşın səndən narazıdır. Özdə hədislər bizə belə deyir, kişi qadından narazıdırsa, qadın deməsin, sabah düzələr. Həmin anda çalışsın, həyat yoldaşını razı salsın. Desin ki, mən yatmayacam, sən məni bağışlamalısan. Kişi də biraz tez bağışlasın, amma gez bağışlamağı özü də elə qadının xeyrinədir. Çünki kişinin qürurunun göstəricisidir. Ay qadın, sənə də elə qürurlu kişi lazımdır. Həyat yoldaşının qürurlu olması sənin xeyrinədir. Həyat yoldaşının qüruru olmadısa, ailənin təməlləri sarsılır.